bəlkə də 50%-dan çox evlənməyin çətinləşməsinin səbəbkarı valideynlərdir. Valideynin özünün arzusu var, mənim gəlinim belə cehiz gətirsin. Neyinsən cehizi? Gəlinin özü elə cehizdir də. Adam ciyərparəsini sənə verib, qızını verib. Bəzi o dostlar deyir ki, bu alış-veriş söhbətini eləmə qızla bağlı. İndi Azərbaycan dilində belə deyilir də. Mən demirəm, mən estağfurullah qız əmtə. Bəzi müsəlman ölkələrində bunu etdilər. İndi onlarda da biabırçı bir vəziyyət yaranıb. Boşanmaların sayı günü-gündən artır. Biz şərqliyik. Şərqli himayəçidir, kollektivistdir. Qərb individualistdir, özünü düşünür, fərdiyyətçidir. Şərqli isə himayəçidir. Himayəçi nə deməkdir? Yəni, böyük kiçiyə himayədarlıq eləsin. Böyük öz arzularını nəzərdə tutub. Arzu eləmişəm ki, gəlinim bu qədər cehiz gətirsin. Kimsə deyə bilər ki, ay müəllim, sən filosofsan, fəlsəfə doktorusan, sən niyə görə belə məişət söhbətlərini eləyirsən? Xeyr, əzizim, bugün bu məişət söhbətləri Azərbaycan ailələrinin dağılmasına səbəb olur. Azərbaycanda boşanmaların 90%-ından çoxunun ciddi səbəbi yoxdur. Cehiz söhbətləri, dəbdəbələr, sən mənə bir söz dedin, yüngül bir söz dedib, xəttinə deyib gedir verir məhkəməyə. Belə şey yox idi əvvəllər. İnsanlar az şeylə də qane olurdular. Heç kim deməsin ki, bu kapitalizmə ziddir. Xeyr, kapitalist dedim ölkələrdə, Avropada minimalist kesirilir toylar. Heç olmasaq kapitalizmin bu cəhətini götürək. Yenə də deyirəm, əsas məsələ budur. İnsanın şəxsiyyəti, dəyəri var dövlətlə ölçülmür. Bunu bilmək lazımdır. Heç kim demir ki, pul qazanma, inkişaf etmə. Xeyr, inkişaf et, pul qazan. Mənim çox pulum olsa, mən insanlara əl tutaram. Tam səmimi deyirəm, riyakarlıqda deyil. Riyakarlıqda deyil. Ondan xoşbəxt olaram, xoşbəxt olaram. Mən çox imkanlı insanlar tanıyıram Bakıda. O qədər sadə geyinirlər. Heç kənardan hiss eləməsən ki, bu adamın böyük imkanı var. Niyə? O adam başa düşüb ki, böyüklük bahalı paltar geyinməklə deyil, əzizim. Deməli, Deyli Carnegie'nin məşhur kitabı var. O kitaba çox istinad edirəm. Dostunu necə qazanmalı, insanları necə təsir etməli. Orada statlar gətirir. Bir tarixçi alimdən, səhv eləmirsə, Thomas Carlyle'dan gətirir stat 19-cu əsrdə. Deyir ki, mən insanların böyüklüyünü özündən zəif insanlarla münasibətdə müşahidə edirəm. Görüm necə rəftar edir. Özündən zəif. Çünki ona gücü çatır. Eyni zamanda insanların heyvanlara münasibətindən. Bəli, tamamilə. Sən əgər güclüsənsə, özündən zəiflə, mərhəmətlə davranırsansa, bunu bacarırsansa, deməli sən böyük adamsan. Yox, bunu bacarmırsansa, hamıya güc göstərmək istəyirsən, sən böyük adam deyilsən. Kaş bizim verilişə baxan insanlardan heç olmasa biri, xanım, bəy, ata, ana, bu verilişdən bir dərs götürərdi. Deyərdi ki, mən toy eləyəndə dəbdəbəyə qaçmayacam. Vəssalam. Oğlan eviyəm, oğlan atasıyam, qız evinə deyim ki, xahiş edirəm özünüzü əziyyətə salmayın. Ehtiyac yoxdur. Bunu mən özüm eləmişəm. Bizim evə gəlinin atasına gedib demişəm ki, niyə özünü bu qədər əziyyətə salmısan? Çox cehiz verimsən, ehtiyac yoxdur bu qədərinə. Sönün ilə ən böyük cehizin qızındır da.